Salam əziz dostlar, əziz izləyicilər, hər birinizi salamlayıram. Hər vaxtınız xeyir olsun inşallah. Biz hal-hazırda bizim gözəl anamızın yanındayıq. İki övladını bu vətənə, bu dövlətə qurban vermiş Yasinin, Yusifin anasının yanındayıq. Qeyd edim ki, dostlar, bu günləri Yasinimizin, Yusifimizin anasının doğum günüdür. Bu gözəl doğum günü münasibətilə anamızı təbrik edirik səmimi qəlbdən. Anacan, doğum gününüz mübarək olsun. Çox sağ olun ki, məni yad edib gəlib və mənim bu balamın evimizi yad edirsiniz. Ən əziz mənim üçün heç nə olamaz sizdən başqa. Ki, məni şəhidlərimi sevən Allah sevsin, Allah çoxlasın. Allah Çox sağ olun, qadan alarım. Mən sizə nə deyim? Mən onu deyirəm, əsas can sağlıqdır. Allah sizə can sağlıq versin. Təşəkkür ederim anacan. Vallahi. Allah nə ömür verirsə, gülə-gülə yaşayasınız. Təşəkkür ederim. Allah dadaza yesin. Anacan, istəyərdim bu gözəl doğum günü ərəfəsində istəyərdim bizim üçün Yasinimizdən, Yusifimizdən qısaca olsa xatirələrinizi bölüşəsiniz. Onlar ümumiyyətlə sizin ad günlərinizdə ümumiyyətlə sizi necə ziyarət edirdilər? Bilirəm, ağır bu sizin üçün. İstəyərdim bu özəl bir gündə xüsusi özəl sizdən bu barədə söhbət edək. Buyurun. Allah and olsun, Allah mən açam deyiləm. Mən bilmirdim ad günü nədir. Yadıma düşmürdü. O qədər başım işə qatışırdı. Birinci Yasin gəlirdi həmişə. Gördüm gülə-gülə. Nivadan düşürdü. Əlində padarka. Amma təbrik edirəm. Ad günün mübarək. Ailəsiyle bir yerdə. Ondan sonra Yusif. Anası. Həmişə. Mən indi bəyəxlə dedim. Neçə vaxt. And olsun Allah günü keçirməmişəm. Bana qismət olmayıb. Balalarımıdır mənim ad günüm. Onlara başım qatışırdı. Elə bilirdim dünya hamısı mənimdir. Amma indi balalarım yoxdur. Çox sağ olun ki, siz varsınız. Məni təbrik edirsiniz. İndi mənim gəlmişdir namin. Amma vətənimizi sevən, şəhidimizi sevən ilahi sevsin, Allah korusun. Amma ən birinci Yasin təbrik edirəm. Bu gözəl doğum gününüzdə nə arzulayarsınız? Nəsə, nə istəyirsiniz? Mən istəyirəm ki, şəhidlərin balası, tək mənim balalarım balası yox. Həmişə üzü gülsün. Həmişə ataların düzdür, yoxdur, onların boynu bükükdür. Nə qədər belə çox istəsək